إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli olan qardaşlarım, ilk növbədə hər bizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra elhamdülillah Allah Subhanahu taalanın müvəffəqiyyəti ilə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin şəmainin oxumaya davam edirik. İnşallah bugünkü Allah Rasulunun vəsfi, yəni onun ayaqlarının, əllərinin, Allah Rasulunun həmçinin ovuzlarının vəsfi haqqında olacaqdır. Və ilk hədis də Buxaridə, Səhih Buxari keçən hədisdir. Ənəs radiyallahu anhu və həmçinin Cəbir və həmçinin Əbu Hureyr radiyallahu anhu rəvayət edir bu hədisi ki, Nəbi sallallahu aleyhi və səlləm kənə daxməl qədəmin. Peyğəmbər sallallahu aleyhi və səlləmin ayaqları iri idi. Və fi hədisi Ənəs radiyallahu anhu başqa hədisdə gəlir. Buxari rahimehullah bu hədisdə rəvayət edib ki, kənə Nəbi sallallahu aleyhi və səlləm şəthməl qədəmeyni vəl kəffeyn. Peyğəmbər sallallahu aleyhi və səlləmin ovuzları və ayaqları şəthın, yəni iri idi. Şəsn kəlməsi pəltək sığınan, şəsn kəlməsi o deməkdir ki, şeyx buyurur ki, qalizəl əsabi və qalizəl rahə. Yəni insanın barmaqlarının və onun yəni əl ovuzlarının iri olmasına deyilir. Şəsn kəlməsi yəni iri olmağı bildirir. Və həmçinin şeyx buyurur ki, və həzi yədullu alə si'atuhuma və kibarahuma. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin əlinin də, yəni ovucunun da, barmaqların da hər ikisinin yəni iri olmasına dəlalət edir şəsn kəlməsinin keçməsi hədisdə. Yəni kibarahuma, yəni böyük olmasına. Liənnə əş-şusunə məibətən fi haqqın nisə. Çünki şeyx buyurur ki, iri olma, şusunə, əlin iri olması bu qadınlarda eyib adlanır. Və lə təkunu məibətən fi haqqır rical. Bu kişilərdə əlin iri olması eyib deyil. Li'annahu fi haqqir rical əşəddu lil-qabd və asbar. Çünki əlin iri olması kişilərdə əksinə, yəni yaxşı bir şeydir ki, insan əli iri olanda yaxşı tutmağa bacarır və əli daha da necə deyim, dözümlü olur. Əldə dözümlülük olur iri əldə. Və hazihil ghilza leysa ma'naha xuşuna fi kaffi Nəbi sallallahu aleyhi və səlləm hiyə la şəkkə ənəhə mumtəliyə ləhmən. Heç də Peyğəmbər sallallahu aleyhi və səlləmin əlinin, barmaqlarının, ovucunun iri olması, heç də Allah Rasulunun əlinin çobud olması mənasında deyil. Əksinə biz bilirik ki, şeyx gətirir ki, yəni Allah Rasulunun əlinin içi mumtəliyə ləhmən, ətlə dolu idi. Yəni ətli idi əlinin içi, ovucun içi. Qayrə ənəhə mə'a daxamətihə kənət leyyinə. Həmçinin iri olması ilə bərabər Allah Rasulunun əli yumşaq idi. Və dəlil ənəhu cəfil sahih. Səhih hədisdə gələn hədis buna dəlildir ki, İmam Buxari rahimehullah rəvayət edir ki, kənə bəsiyətal kəffeyn. Allah Rasulunun ovuzları yumşaq idi. Və şeyx gətirir ki, bəsiyətal kəffeyn sözündə bəsiyət kəlməsinin keçməsi, həmçinin səbit kəlməsi keçir. Əy ənə kəffeyhi səhlə. Allah Rasulunun əlinin yumşaq olmasına və hamar olmasına dəlalət edir. Və taifətun min əhli ilm zəhəbu ilə ənəhu kinayətun anil cud. Və həmçinin bu hədisin, bu kəlmə haqqında, bəsital kəffeyn haqqında elm əhlindən bir qrup alimlər söyləyiblər ki, bu kinayə anil cud, Allah Rasulunun cömərtliyinə kinayət. Yəni onun cömert, səxavətli olmasına işlənən bir şeydir, kinayə kəlmədir. Liənnən Arab təqul ili bəxi, çünki ərəblər paxıl olan adama deyərlər ki, cədil kəf, əli sıxdır. Və diddü zəlikə, onun əksinə isə deyərlər ki, bəstul kəf, əli açıqdır. Əli açıq, əli geniş şeydir. Belə deyərdilər. Lakin, və həzələ isə muradən huna, lakin burada qəst edilən, yəni məna bu deyil. Bəl əl-murad qəst olunan məqsəd odur ki, məzəkarnəhu ənifən fəhvə leyyinil kəffin. Əslində məqsəd burada başa düşülən odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin ovucu yumşaq idi, hamar idi. Necə Ənəs radiyallahu anhu, necə ki Ənəs radiyallahu anhu hədisində gəlir,
Axracahul Buxari və Müslim, İmam Buxari və Müslim rəvayət edib bu hədisi ki, Mə məsəstu həriran, Ənəs radiyallahu anh deyir ki, Mə məsəstu həriran və lə dibəcən əlyənə min kəffi Nəbi sallallahu aleyhi və səlləm. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin ovucundan daha yumşaq olan və lə həriran, nə bir ipəyə, və lə dibəcən, nə də dibəcə deyir, toxunma. Dibəc nədir? Dibəc naxışlı olan ipəkdir. Farslarda güllü ipəyə deyilir. Yəni bu kəlmə. Yəni naxışlı olan ipəyə, yəni o da ipəkdəndir. Həmin parçanın materialı, yəni yumşaqdır. Ənəs deyir ki, Allah Rəsulunun sallallahu aleyhi ve sellemin ovucu ipəkdən də hamar idi, yumşaq idi. Və başqa hədisdə gəlir ki, Ənəhu və Ənəs radiyallahu anhu huvəl-ləzi yalul hədisin fi daxaməti qadimihi və kəffeyhi. O Peyğəmbər sallallahu aleyhi ve sellemin ayaqlarının və əllərinin iri olması haqqında gələn hər iki hədisi də Ənəs rəvayət edib radiyallahu anh. Və ənəhu mə məssə həriran və lə dibəcən əlyənə min kəffi Nəbi sallallahu aleyhi və səlləm. Yəni həmin hədisi də ki, Allah Rasulunun ovucu ipəkdən hamar idi, onu da Ənəs radiyallahu anh rəvayət etmişdir. Hər iki hədis də səhih hədisdir. Və başqa bir rəvayət də gəlir Ənəsdən, səhih rəvayətdir. Və lə məsəstu xazzən. Söyləyir ki, mən xazzən qattu və lə həriran və lə şeyən kənə əlyənə min kəffi Rasulillah sallallahu aleyhi və səlləm. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin əlindən daha yumşaq nə bir ipəyə, nə də bir xazə. Xaz da nədir? Yun və ipəkdən toxunmuş paltardır, libas. Yəni onun tərkibində ipək var. Yəni o parça, dəyərli qardaşlar, yumşaq olan parçadır. Yəni Ənəs radiyallahu anh çatdırmaq istəyir ki, Allah Rəsulunun ovucu, əlinin hamarlığı, yumşaq olmağı ipəkdən belə hamar və yumşaq idi. Sallallahu aleyhi və səlləm. Əlavə fayda olaraq Səhih Buxarıda keçən Əbu Cüheybə radiyallahu anhudan gələn hədisə baxsaq, Əbu Cüheybə radiyallahu anhu söyləyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin əlin ovucun üzümə qoydum. Onun əli buz kimi idi, yəni soyuq idi və əlindən Peyğəmbər sallallahu aleyhi və səlləm əlindən müşkdən daha gözəl qoxu gəlirdi. Allah Rəsulunun, bu Allahın ona verdiyi idi. Və növbəti fəsil vasbu qadamihi və izamihi. Peyğəmbər sallallahu aleyhi və səlləmin ayaqlarının və sümüklərinin vəsfi. Hədisdə keçir ki, Əli radiyallahu anhudan gəlir hədis. Kənə aziməl kəradis şətnəl kəffeyn vəl qadamin. Peyğəmbər sallallahu aleyhi və səlləmin ovucları və qədəmləri, ayaqları, yəni kəradis kimi iri idi. Kəradis vəsfini gətirir hədisdə. Yəni iri idi. Kəradis də nə deməkdir? Şeyx buyurur ki, vahiyyə ruusul izam. Sümüklərin baş hissəsinə deyilir. Misal olaraq deyir ki, multəqi kulli azimeyn. Necə ki, kəl rükbəteyn, iki diz kimi, vəl mirfəqeyn, dirsəklər kimi, vəl mənqibeyn, insanın çiyinləri kimi birləşdiyi həmin baş hissələr ki var, sümük iri olur, başlıqları, sümüyün başlıqları. Həmin hissiyə deyilir kərdus, kərdus deyilir. Vəl muradu ənəhu daxmul ə'da. Kərdus deməkdə də Əli radiyallahu anhunun burada məqsədi, muradı odur ki, yəni onun sümükləri daxım, iri idi. Yəni Allah Rasulü cüssəli kişi idi. Sallallahu aleyhi ve sellem. Əgər səndən soruşsalar, heç də bilmə ki, Peyğəmbər sallallahu arıq, cansız, yəni arıq, necə ki, hədisdə gəlir, kənə fi saqihi humuşə, zəif hədisdir. Peyğəmbər sallallahu aleyhi ve sellemin yəni baldırları incə idi. Humuşə incə, nəzik. Zəif hədisdir, səhih deyil, yəni. Allah Rasulü əksinə cüssəli idi. Yəni arıq, incə deyil idi. Humuşə yəni deyişəkdir ki, dəqiqə səqin, baldırların incə olması deməkdir. Və həzə lə yəsihhu, bu da fələ yuaridu mə təqəddəm, bu da deyir, doğru deyil. Nə də bizim əvvəl gətirdiklərimizə deyir, ziddiyyət təşkil edilməməlidir. Və əmməl qədəmə Nəbi sallallahu aleyhi və səlləm fələm təkun ləhumə əxmas. Peyğəmbər sallallahu aleyhi və səlləmin ayağının altına gəldikdə, Allah Rasulunun ayağının altında əxmas, fəfi hədis Əbu Hureyra radiyallahu anhu qalə, yətəvu bi qədəmihi cəmiən leysə ləhə əxmas. Allah Rasulü ayağın Əbu Hureyra radiyallahu anhu gələn hədisdə keçir ki, ayağın yerə basanda, ayağın altı tam yerə dəyərdi. Əxmasda hansı hissədir? Şeyx buyurur ki, huvə təkfif batil qədəm və həzəl mavdi lə yəlmusul ard indəl məşi və lihəzə yuqalı raculun səvəl qədəm.
Şeyx deyir ki, o adama deyilir ki, onun yeriyərkən ayağının altın yerə dəyməyən hissəsi. Ayağımızın altında çökəklik olur. Olmayan adama deyirlər ki, ayağın altı düzdür. Bax, həmin o çökək olan hissəyə deyirlər ki, əxmas kəlmə. Allah Rasulunda həmin hissə düz idi. Doğru olan, səhih olan budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdə və huve mə yetəcəfi anil ardı minər ricil min vastiha və la yaqa aleyha. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin ayağının altında, yəni həmin hissə yox idi, qardaşlar. O hissədir ki, yeriyərkən ayaq yerə dəymir. O hissəyə deyirlər əxmas. Amma Allah Rasulunda düz idi, sallallahu aleyhi və səlləmdə. Və həmsə Ayşə anadan olan hədisi gətirir. İmam Nəsəi rahimehullah rivayet etdiyi. Ayşə anamız deyir ki, Talabtu Rasulullah sallallahu aleyhi və səlləm zətə leylətin fi firaşi fələm usibhu. Bir gecə Peyğəmbər sallallahu aleyhi və səlləmi axtarır və yerində olarkən anamız fədarabtu biyədi alə rəsil firaş. Əlim Peyğəmbər sallallahu aleyhi və səlləmin axtararkən mən deyir yatağın başında idim. Əlim dəydi fəvaqa'at yədi alə əxmas qədəmeyhi. Allah Rasulunun ayağının altına dəydi. Əlim Ayşə deyir radiyallahu anhə. Fəizə huvə səcid. O da deyir səzdə edirdi. İndi təbii ki görünmürdü. Gecə vaxtı idi, bilinmirdi. Amma ona görə deyə əlimi uzatdım. Allah Rasulunu axtaranda əlim onun ayağının altına dəydi. O da səzdədə idi və deyirdi ki, "Əuzu bi affika min iqabik." Allahım sənə cəzandan, əffinə sığınıram və əuzu bi ridaka min saxatik. Sənin qəzəbindən də razılığına sığınıram və əuzu bikə minkə. Ey Rəbbim səndən sənə sığınıram. Bu cür dua edirdi Ayşə anamız deyir. İndi şeyx buranı nəyə görə gətirir? Hədisdə də əxmas keçir. Əlim deyir əxmas hissəsinə dəydi. Şeyx deyir ki, fəqavlu Ayşə. Ayşə radiyallahu anhənin sözü ki, fəvəqa'ati yədi alə əxmas qədəmeyhi. Allah Rasulunun həmin ayağının altına dəydi. Əradət radiyallahu anhə, anamız bunu deməklə istəyib ki, qəsdi budur ki, maudiyal əxmas. Yəni həmən hissiyə dəydi. Ayağın o hissəsini izah etmək üçün deyir. Fəillə fənnəbi sallallahu aleyhi ve sellem leysə ləhu əxmas. Əksi isə Allah Rasulunun deyir, əxmas olan hissəsi yox idi. Ayağın altı düz idi. Sadəcə anamız o hissiyə, əlin vurduğu hissəni bizə izah etmək üçün deyir ki, əxmasa dəydi. Və həmsinin Hind ibn Əbi Hələ radiyallahu anhdan gələn hədis var, dəyərli müsəlmanlar. Bilin ki, bu hədis zəif hədisdir. Və huvə hədisun daifun. Keçir ki, hədisdə xumsanil əxmasin. Ayağın altı olduqca çökək idi. Çox çökək idi. Hədisdə belə gəlir. Lakin bilin ki, bu hədis səhih hədis deyir. Yəni zəif hədis deyir. Ənəhu hədisun daifun la yasihhu və la təqumu bihi hüccə. Bu hədis deyir, zəif hədisdir, səhih deyil. Nə də ki, bu hədislə əməl olunmur. Hüccət deyildir bu hədis. Barakallahu fikum. Allahdan istəyir ki, Allah Subhanahu bizi eşidib faydalanlardan etsin. Allah bərəkət etsin. Subhanakallahumma bihamdika əşhədu an la ilaha illa ent, əstəğfiruka və etûbü ileyk.